Sabahınız xeyir olsun, əziz dəyərli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Saatlarımız 08:30-u göstərir. Bəli, eyni vaxtda biz yenidən bu studiyadan sizi salamlamağın xoşbəxtliyini yaşayırıq, dəyərli izləyicilərimiz. Ümidvarıq ki, bugün də saat yarım ərzində bizi izləyəcəksiniz. Çünki bugün də maraqlı sujetlərimiz və əlbəttə ki, mövzularımız olacaq. Bəli, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən də öz adımdan elə Aysunun salamlarına qoşulub sizi salamlayıram. Gününüz aydın keçsin, əhvalınız ən yüksək səviyyədə olsun. Arzulayırıq bunu və günə NTV səhərlə başlayırsınızsa əmin olun ki, çox maraqlı gün gözləyir sizi qarşıda. İrəliyən dəqiqələrdə Aysun da sözünə qüvvət maraqlı sujetlər təqdim eləyəcək. İndi isə vaxt Aysun anonslarında hər zaman olduğu kimi anonslara nəzər salaq, ardınca isə mütləq burada olacaq. NTV səhərdə bugün Bakı Enerji Həftəsində Azərbaycanın enerji sektorundakı mövqeyi və gələcəyə yönələn hədəfləri diqqət mərkəzindədir. Mövzu ilə bağlı sujetimiz var. Yay mövsümünün başlaması ilə turizm bazarında canlanma müşahidə olunur. Bəs bu il ən çox hansı istiqamətlərə üstünlük verilir və tur paketlərinin qiymətləri necə dəyişir? Son aylarda gümüşün qiymətində artım müşahidə olunur. Bu dəyişikliyin səbəblərini və bazara təsirini araşdırmışıq. Cəmiyyətdə düzgün ünsiyyət və davranış münasibətlərin formalaşmasında mühüm rol oynayır. Gündəlik həyatda riayət etməli olduğumuz sosial davranış qaydalarından danışacağıq. Mövsümün ən sevilən meyvələrindən olan çiyələyin yığımı ilə bağlı maraqlı sujetimiz var. Su üzərində rənglərin ahəngi ilə yaranan ebru sənəti. Bu maraqlı sənətin incəliklərindən danışacağıq. Bütün bunlar və daha çoxu üçün NTV səhəri izləyin. Bəli, bugün də NTV səhər rəngarəng olacaq, maraqlı olacaq dostlar. Bizi sona qədər izləyin deyirik və ənənəmizə sadiq qalaraq xəbərlərimizə keçməzdən öncə hava haqqında məlumatı öyrənməliyik. Əlbəttə ki, bu məlumatı bizə Əzizim Fərdə çatdıracaq. Bəli, dəyərli izləyicilər, bu gün qədim diyarımız Naxçıvanda hava bir qədər açıq olacaq. Yaxşı hava şəraiti hökm sürəcək bir sözlə. Daha detallı isə məlumat versək, səhər saatlarında hava bir qədər isinərək, temperatur 17-25 dərəcəyədək yüksələcək. Günorta saatlarında isə yayın o isti nəfəsi daha çox hiss olunacaq. Yəni 26, müsbət 26, müsbət 29 dərəcə aralığında dəyişəcək. Bir qədər isə şimal küləyi hiss olunacaq. Axşam saatlarında isə havanın temperaturu 21-28 dərəcə aralığında dəyişəcək. Qismən buludlu görünsə də hava, narahat olmayın, yağış yağma ehtimalı yoxdur. Bir qədər isə şimal-şərq küləyi əsəcək. Belə dostlar, gününüz aydın, elə öz havanız da xoş keçsin deyirik və biz davam edirik məlumatlarımızla. Amma Aysun, Naxçıvan üçün isti havanın hökm sürəcəyini mən vurğuladım, amma paytaxt eyni zamanda bölgələr üçün bu keçərli deyil. Əgər bizi paytaxtdan, bölgələrdən izləyən varsa ilk növbədə salam olsun, sabahınız xeyir olsun. Dolu, şimşək, yağış, baxın elə hamısı sizi gözləyir. Vay, vay, vay. Bu onlar üçün o qədər də xoş xəbər olmadı. Çünki oradan davamlı olaraq paylaşımlar olunur. Yəni, yağış yağan kimi bilirik ki, orada kanalizasiya sistemlərinin saz vəziyyətdə olmaması səbəbindən gölməçələr yaranmağa başlayır. Əlbəttə ki, müəyyən o problemləri, yol nəqliyyat hadisələrinə gətirib çıxarır. Və buna görə də Allah köməyiniz olsun deyirik. Amma Naxçıvanda isə günəşli hava müşahidə olunacaq. Artıq yay dünəndən biz yayı hiss eləyirik, günəşli havaları hiss eləyirik. Hər halda bu bizim əhvalımıza təsir göstərməsin, mənfi təsir göstərməsin deyirik dostlar və davam edirik. Bilirik ki, bu günlərin ən aktual mövzusu Bakı Enerji Həftəsi dünəndən artıq başlanılıbdır. Dünən açılış mərasimi oldu. Elə biz də studiyamızda qonaqlarımızla bu mövzu ətrafında daha geniş şəkildə danışacağıq, informasiyaları çatdıracağıq.
və Bakı növbəti dəfə qlobal enerji sektorunun diqqət mərkəzinə çevrilib. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, enerji şirkətlərinin nümayəndələri, ekspertlər Bakı enerji həftəsində bir araya gəliblər. Elə ilk dəqiqələrdə həmin demək, dünən açılış mərasimində bir çox yəni söhbətlər oldu, müzakirələr olundu. Elə ölkə prezidentinin də çox önəmli çıxışları oldu, yəni fikirləri oldu. Onları sizlə paylaşacaq. Elə ilk dəqiqələrdə Fərdə istəyirsən paylaş, daha sonra digər xəbərlərə keçək. Bəli, Aysun'da dediyi kimi ötən gün artıq Bakı enerji həftəsi öz işinə başladı. Bugün də artıq ikinci günüdür. Bugün nələr müzakirə olacaq? Biz studiyamızın qonağı ilə də bu barədə danışacağıq. Ötən gün isə hansı yadda qalan məqamlarla diqqət çəkib onu paylaşmaq istəyirəm. Belə ki, neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş deməli olunduğu sərgi vardı ki, orada yerli kodlar da təmsil olunub. Yəni kiçik və orta biznesin inkişafı agentliyi. Deməli kodlara dəstək məqsədi ilə qurduğu xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib. Eyni zamanda KOB-ların sərgidə iştirakına göstərilən dəstək, onların neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərin geniş auditoriyaya tanıdılmasına, eləcə də satış və bazarlara çıxış imkanlarının artırılmasına xidmət edir. Təbii ki, bununla bitmir bizim məlumatlarımız. Sözü gedən tədbir barəsində növbəti məlumatım isə belədir ki, Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, Total Energies şirkətinin baş vitse-prezidenti Martina Opisi və xeyriyyəçi şirkətinin beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl-Əryani arasında görüş keçirilib. Görüşdə SOCAR, Total Energies və xeyriyyəçi şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib. Tərəflər Abşeron qaz kondensat yatağının miqyaslı işlənməsi layihəsi üzrə görülən işlər nəzərdən keçiriliblər. Bu xüsusda SOCAR, yəni adı çəkilən bu şirkətlər arasında, eyni zamanda BOTAŞ şirkəti arasında Abşeron qaz kondensat yatağından Türkiyəyə uzun müddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti də qeyd olunub. Əlbəttə, dünən müəyyən saatda, səhv etmirəmsə, ondan başlayıb 18:00-dək davam edib bu tədbir və xüsusilə də bu tədbirin də özündə ayrılıqda 3 forum keçirilib, daha doğrusu 3 tədbir keçirilib. Biz irəliyən dəqiqələrdə bu tədbirlərin hansı əhəmiyyət daşıdığını ilə qonağımızla müzakirə eləyəcəyik və Bakı deməli enerji forumu isə daha diqqət çəkən məqamlardan biri olub. Bu barədə məlumatlarımız olacaq. Bəli, elə onu da xatırladaq ki, Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya və San Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən ümumi dəyəri isə, maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş imzalanıb. İmzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoqunun protokolu və ümumi 7,5 milyard dollarlıq portfel iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksək səviyyəli və rəsmi bir platformaya daşıdığının sübutudur. Bax belə. Dostlar, bu arada yəni vurğulamaq lazımdır ki, Bakı Enerji Həftəsinin tarixi ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə deməli dəstəyi ilə keçirilib ki, o vaxtda dayanır və bu gün də artıq Prezident İlham Əliyevin dəstəyi ilə bu möhtəbər tədbir öz sözünü deməkdədir dünyada da. Bax elə Aysun, bu 13-dən sonra növbəti möhtəbər tədbirlərdən biri kimi qiymətləndirilir. Elə yeri gəlmişkən mən az əvvəl vurğuladım ki, sözü gedən bu tədbirin də çərçivəsində 3 ayrıca deməli əhəmiyyətli məsələlərin müzakirə olunduğu tədbir var ki, hansı tədbirlərdir? Qısa olaraq mən başlıq olaraq məlumat vermək istəyərdim ki, deməli 31-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi, 14-cü Xəzər Beynəlxalq təmiz enerji sərgisi, bu ikisi Bakı Expo mərkəzində keçiriləcək və digər bir tədbir isə sözü gedən Bakı Enerji Forumu isə Bakı Konqres mərkəzində keçiriləcək və yeri gəlmişkən vurğulayaq ki, deməli bu tədbirdən dolayı Koroğlu metro stansiyasından Bakı Expo mərkəzinə qədər və Bakı Konqres mərkəzindən də Park Bulvar Mola qədər demək olar ki, bütün nəqliyyat vasitələri ödənişsiz olacaq. Belə.
Bəli. Davam edirik və biz təkrar xatırladaq ki, birazdan studiyamızın qonaqları ilə bu mövzuya geri qayıdacağıq. Bəli. Və 1 iyun bilirik ki, dünən Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu. Şəhərimizdə də bir izdiham var idi. Yəqin ki, siz də özünüz də gördünüz. Şəhərdə ümumiyyətlə necə deyirlər? Sözün əsl mənasında adım əlindən yeri yox idi. Bəli, yox idi. Çünki axşam saat 6-da artıq biz anons da etmişdik. Uşaq şəhərciyində hər kəsin bildiyi bir məkan Heydər Əliyev adına Mədəniyyət Parkında gözəl bir konsert proqramı təşkil olunacaqdı. Atraksiyonlar isə 1 saatlıq ərzində ödənişsiz olacaqdı. Ümumiyyətlə bütün valideynlər təşəbbüs göstərdi ki, məhz 1 iyunu necə deyirlər, uşaqlara həsr etsinlər həmin günü və biz onun da şahidi olduq. Təkcə əlbəttə ki, ölkədə deyil, həm də xaricdə də 1 iyun gözəl şəkildə necə deyirlər, qeyd olunub, keçirilib. Deməli, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Moldovanın paytaxtı Kişinevda da Roman dilində Azərbaycan nağılları kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Moldovadakı səfirliyi və bu ölkənin nüfuzlu Darnitsa nəşriyyatının birgə təşkilatçılığı ilə təşkil olunan nəşr olunan nağıllar kitabının təqdimat mərasimində xarici ölkələrin diplomatları və onların övladları da iştirak ediblər və Azərbaycan nağılları ilə Rumin dilində tanış olublar. Bilirik ki, nağıllar hər bir xalqın mədəni irsinin vacib bir hissəsidir. Orada əlbəttə ki, müdrikliyimiz, adət-ənənələr, mənəvi dəyərlər öz əksini tapır. Azərbaycan folkloru ölkəmizin zəngin mədəniyyətində xüsusi yer tutur və bugünkü kitab oxuculara bu unikal irslə daha yaxından tanış olmaq imkanı təqdim edir. Bu kitabın hazırlanmasında və nəşrində iştirak edən hər kəsə, xüsusən də Darnitsa Nəşriyyat Evinin rəhbərliyinə, eləcə də mədəni dialoqu dəstəklədiyinə və xalqlarımız arasında dostluq əlaqələrini möhkəmləndirdiyinə görə Xalq Nağılları layihəsinin direktoru Mario Marinə təşəkkür edirəm deyə səfir əlavə edib. Əlbəttə ki, biz də təşəkkür edirik ki, məhz Azərbaycan nağıllarının ölkədən kənarda, sərhəddən kənarda oxunması, təbliğ olunması istiqamətində müəyyən işlər görülür. Bəli. Belə dostlar, bir daha bizi izləyən hər kəsi salamlayırıq. Bizə yeni qoşulmusunuzsa elə çayınızı, qəhvənizi hazır tutun. Bizim elə yarım saatlıq xəbər blokumuza qulaq asın, dinləyin, məlumatınız olsun ümumi gündəmdən. Daha sonra isə sujetlərimizi təbii ki, təqdim eləyəcəyik. Aysun, artıq bilirik ki, yay isti havalar gəlir, yay mövsümü gəlir və bu mövsümlə əlaqədar olaraq bir sıra üzgüçülük mərkəzlərinin demək olar ki, bərpası da artıq fəaliyyət göstərir, bərpasına başlanılıb və bu bərpalardan biri də elə Şərur Olimpiya İdman Kompleksinin üzgüçülük mərkəzidir ki, mövsümlə əlaqədar xidmətlərini bərpa edib, mərkəzdə vətəndaşların təhlükəsizlik və sağlam şəraitdə üzgüçülüklə məşğul olmalarını təmin etmək məqsədi ilə hazırlıq işləri başa çatdırılıb. Yeni mövsüm öncəsi havuz suyunun sanitar-gigiyenik normalara uyğun vəziyyətə gətirilməsi üçün dərmanlama və deməli bir sıra təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində hovuz istifadəyə demək olar ki, tam hazır vəziyyətə gətirilib. Üzgüçülük mərkəzində uşaqlar və böyüklər üçün üzgüçülük xidmətləri göstərilir. Mərkəzdən yararlanmaq istəyən şəxslər abunəlik üçün müraciət edə bilərlər. Bununla yanaşı abunəlik və tariflər üzrə endirimlər də tətbiq olunur. Bax, bu fürsəti əldən verməyin. Bəli. Çünki üzgüçülük ümumiyyətlə ən sağlam idman növlərindən biridir. Həm boy artımına müsbət təsir göstərir, həm də yayda. İndi düzdür, həyət evi olanlar, təbii ki, həyətində hovuz olanlar bu fürsəti istifadə edirlər, yararlanırlar. Amma təbii ki, elə uşaqlar var ki, bu fürsətdən istifadə edə bilmirlər. Yəni, bu imkanlardan yararlana bilmirlər. Ona görə də üzgüçülük mərkəzlərinə yollanırlar. Səhv etmirəmsə, Naxçıvan şəhərinin üzgüçülük mərkəzi hələ ki, bərpa olunmuyub. Orada da bərpa işləri hələ davam edir, tam bitməyib. etdirilir, bəli. Amma yaxın aylarda ümid varam ki, onu da bərpa xəbərini buradan verərik. Davam edirik. Gürcüstanın cənubundakı Cavaxeti yaylasında arxeoloji qazıntılar aparılıb və bu zaman təxminən 5000 əvvələ aid qədim yaşayış məskəninin qalıqları aşkarlanıb. Bu barədə İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru və ekspedisiyanın rəhbəri Vaxtan Kliçeli məlumat verib. Alimin sözlərinə görə tapıntılar qədim Kür-Araks mədəniyyətinin Gürcüstanın bu hissəsində geniş yayıldığını təsdiqləyir. Arxeoloji tədqiqatlar Baraleti, Natsargora və Megrek ərazilərində aparılıb. Qazıntılar hazırki Aspinsa, Xalkalaki və Nitansminda rayonlarını əhatə edib. Tədqiqat zamanı eradan əvvəl təxminən 3500 və 500-cü illərə aid müdafiə divarları, yaşayış binaları və gil tikililərin qalıqları aşkar olunub. Arxeoloqların fikrincə bu tapıntılar bölgədə erkən Tunç dövründən Dəmir dövrünədək davamlı yaşayışın mövcud olduğunu göstərir. Ən maraqlı tapıntılardan biri də konsentrik naxışlarla bəzədilmişdir.
edilmiş və xüsusi işlənmiş dəliklərə malik bürünc günəş diski olub. Əslində görüntüləri biz təqdim edə bilsəydik, siz özünüz də baxsaydınız, çox maraqlı bir görüntüsü var idi. Tədqiqatçılar hesab edirlər ki, bu artefakt həmin dövrdə metal emalı texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir. Ekspedisiyanın üzvü bildirib ki, yaşayış məskəni müxtəlif tarixi dövrlərə aid təbəqələri əhatə edir və əldə olunan materiallar ərazinin erkən tunç dövründə artıq inkişaf etmiş məskunlaşma mərkəzi olduğunu göstərir. Bax, bu maraqlı xəbəri də, maraqlı araşdırmanı da sizlə paylaşmaq istədim. Elə Gürcüstan demişkən, Aysun, Gürcüstanla bağlı bir xəbər də mən çatdırım. Ondan sonra artıq baxıram, anonslarımızın vaxtıdır, bir daha nəzər yetirərik. Belə ki, bugün iyun ayının 2-sində Gürcüstanın deməli, Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Deməli, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər. Bir qədər isə ətraflı əsas nüansları mən çatdırmaq istəyərdim. Qeyd eləyək ki, may ayının 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Maryam Kvirevişvili tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalanmışdı. Həmin tarixdə bu sənədlə deməli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu artıq təsdiq edilib. Bəli. Davam edəcək xəbərlərimizə, başqa mövzularda da informasiyalarımız var, sizlə paylaşacaq, amma anonslara yenidən nəzər salaq. NTV Səhərdə bugün Bakı Enerji Həftəsində Azərbaycanın enerji sektorundakı mövqeyi və gələcəyə yönələn hədəfləri diqqət mərkəzindədir. Mövzu ilə bağlı sujetimiz var. Yay mövsümünün başlaması ilə turizm bazarında canlanma müşahidə olunur. Bəs bu il ən çox hansı istiqamətlərə üstünlük verilir və tur paketlərinin qiymətləri necə dəyişir? Son aylarda gümüşün qiymətində artım müşahidə olunur. Bu dəyişikliyin səbəblərini və bazara təsirini araşdırmışıq. Cəmiyyətdə düzgün ünsiyyət və davranış münasibətlərin formalaşmasında mühüm rol oynayır. Gündəlik həyatda riayət etməli olduğumuz sosial davranış qaydalarından danışacağıq. Mövsümün ən sevilən meyvələrindən olan çiyələyin yığımı ilə bağlı maraqlı sujetimiz var. Su üzərində rənglərin ahəngi ilə yaranan Ebru sənəti. Bu maraqlı sənətin incəliklərindən danışacağıq. Bütün bunlar və daha çoxu üçün NTV Səhəri izləyin. Bir daha sabahınız xeyir olsun dostlar, proqramımıza davam edirik. Anonslara nəzər saldıq və biz informasiyalarımıza keçək. Son illərdə bilirik ki, şəhərimizdə sushi təqdim edən restoranların sayı getdikcə artır. Fəridə, kafelər, bilmirəm, sevirsən yoxsa yox. Mən də sevirəm. Konkret olaraq. Demək olar ki, dadına baxmamışım. Hətta belə bir fikir var, deyir sushini ya sevirsən, ya ümumiyyətlə sevmərsən. Biz sevməyənlər silsiləsindənik. Yəni, ortası yoxdur. Və yaxud da elə yeməklər var ki, xoşuna gəlməsə də, yəni ac qalmayasan deyə onun dadına baxırsan, yeyirsən, amma sushi elə yeməklər sırasında deyil. Yəni, bəyənmirsənsə, ümumiyyətlə yeməməlisən. Son illərdə, demək, qeyd etdiyimiz kimi, sushiyə maraq artıb və kafe restoranların da sayı artıb, amma həkimlər çağırış edirlər ki, bu məhsul düzgün hazırlanmadıqda, düzgün istifadə olunmadıqda, yeyilmədikdə insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər. Bax, sushi sevərlər üçün bir siqnaldır bu.
həyəcan siqnalı, məni diqqətlə dinləsinlər. Deməli, infeksionistlər bu barədə açıqlama veriblər. Sushi düzgün hazırlanmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilər. Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar, xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürək bulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır deyə çağırış edib. Hətta qida mütəxəssisləri də bəli bildiriblər ki, sushi hazırlandıqdan sonra maksimum 1 saat və yaxud da saat yarım ərzində istehlak edilməlidir, yəni yeyilməlidir. Düyü və digər məhsullar bir-birinə həddindən artıq yapışdığına görə məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir. Restoranlarda sushi hazırlanarkən istifadə olunan çiğ balıq daimi olaraq 0-la müsbət 4 dərəcə arasında saxlanılmalıdır. Uzun müddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcə dondurulmalıdır. Bax belə. Bəli, ümumiyyətlə çiğ məhsul olduğu üçün ona görə də orada bakteriyalar, infeksiyalar insan orqanizminə çox tez keçə bilir və xüsusilə də qeyd edirlər ki, dostlar arasında danışanda da çiğ olmayanı, pişmişini də yeyə bilərsən, toyuqla bişirilmiş versiyalarda var. Amma yenə də bax görsən məlumatda da deyir, qidalar bir-birinə yapışıq vəziyyətdə bişirildiyinə görə onun yəni düzgün hazırlanmadıqda onun zərəri digər qidaya keçə bilər. Ona görə də hətta elə insanlar var ki, yeyirlər, yarısını isə saxlayırlar, səhər yeyirlər. Bu isə deyir qətiyyən olmaz. Adətən bəzi yeməklər var ki, onu elə anındaca yeyib bitirməlisən. Sözü gedən, amma suşini tamamilə elə ya yeməlisən, ya da yeməməlisən, Aysunun dediyi kimi. Bax, belə. Davam edək mi fərdə xəbərlərimizlə? Bəli. Deməli, dostlar, Naxçıvanda hər birimizin tanıdığı, ümumiyyətlə, çox sevdiyimiz bir zirvələrdən birindən bəhs eləyəcəm sizə. Haça dağ, bir növdə isə İlan dağı kimi tanınır bu dağ. Culfa ərazisində yerləşir. Deməli, Naxçıvanda yerləşən bu dağda mix yazı deməli tapılıbdır. Daha ətraflı isə deməli 30 illik axtarışdan sonra tapılıb bu arada. Bu barədə tanınmış arxeoloq Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edib. Deməli bildirib ki, bu gün təşkil olunan arxeoloji səfər zamanı aşkarlanan yazıda Urartu hökmdarları deməli İşpuini və Menyuanın Naxçıvana hərbi yürüşü haqqında məlumatlar əks olunub. Məlumata görə yazıda Urartu qoşunlarının indiki Ərəzin kəndi istiqamətindən keçərək Araz çayının cənubunda yerləşən Puluadi ölkəsinə daxil olması və burada Tanrı Xaldinin şərəfinə qurban kəsməsi təsvir edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğurlu olmayıb. Ağ kilsədə aşkar edilmiş digər yazılı mənbələrdən bəlli olur ki, Naxçıvanda möhkəmlənmiş deməli Etiyuniya Konfederasiyası Urartu dövlətinə xərac verməklə öz siyasi müstəqilliyini qoruyub, saxlaya bilib deyə. Deməli, arxeoloq bu barədə öz fikirlərini bildirib. Qeyd edək ki, İlan dağı yazısının yenidən aşkar olunması Naxçıvanın qədim tarixi və regionun siyasi proseslərinin öyrənilməsi baxımından mühüm elmi hadisə hesab olunur. Ümumiyyətlə, əlbəttə. İlan dağı olsun, Gəmqaya, deməli, daşüstü qayaüstü təsvirlər olsun, Əlincə qalasının özünün deməli divarlarında bir sıra yazılar olsun ki, bunların hamısı demək olar ki, bütün tarixdə bu dağda, bu daşda demək olar ki, öz əksini tapıb. Hərəsinin də bir mənası var. Mənası var və maraqlı budur ki, araşdırdıqca daha çox yəni faktlar ortaya çıxır, daha maraqlı detallar və faktlar ortaya çıxır. Elə bu da bizim əməkdaşlarımız üçün bir ideya olsun. Bax, elə bunu görüntü olaraq da lentə almaq lazımdır. Sujet hazırlayıb, material hazırlayıb təqdim edə bilərik. Və davam edək növbəti xəbərlərimizlə. Heyvan yağları haqqında deyilən miflər alt-üst oldu deyə bir başlıqlı xəbər diqqətimi çəkdi. Alimlər quyruq yağının ürək damar sisteminə ziyan yox, xeyir verdiyini sübut etdilər. Çünki belə bir mif var idi, belə bir fikir var idi ki, quyruq yağını hər kəs yeyə bilməz, ürək xəstələri xüsusən də yeyə bilməz. Amma təbii ki, bu açıqlama bu fikri tamamilə rədd edir. Son klinik araşdırmalar bu ənənəvi qidanın damarları tıxamadığını üzə çıxardı. Ekspertlər quyruq yağının tərkibindəki omega-9 turşusunun damar elastikliyini qoruduğunu bildirirlər. Bu maddə zeytun yağında olduğu kimi orqanizm üçün həyati əhəmiyyət daşıyır deyə həkimlər açıqlama verib. Quyruq yağı təbii ağrı kəsici funksiyasını yerinə yetirir, xüsusilə oynaq mayesini bərpa edir. Revmatizm və bel ağrılarından əziyyət çəkənlər üçün bu yağ əsl şəfadır deyiblər. Bir çox həkim immuniteti gücləndirmək üçün quyruq yağından istifadəni tövsiyə edir. Yadımdadır, koronavirus vaxtı, COVID-19 vaxtı məhz bu virusa yoluxanlar daha çox quyruq yağında ondan istifadə edirdilər, yeyirdilər və bunun müsbət nəticəsini gördüyünü də söyləyiblər.
Mütəxəssislər bu yağın həzm sistemini də rahatladığını vurğuluyorlar. Mədə və bağırsaq divarlarını qoruyan turşular maddələr mübadiləsini sürətləndirir. Gör, nə qədər faydası var imiş. Eyni zamanda tərkibində A, D, E və demək K vitaminləri dərini cavan saxlayır. Kollagen quruluşu sayəsində qocalma prosesini ləngidir. Elə ona görə də kosmetik vasitələrin tərkibində də quyruq yağından istifadə edirlər. Bəli, təbii və balanslı şəkildə istehlak edilən quyruq yağı bədənin müqavimətini artırır deyə bir açıqlamada veriblər. Bax belə. Hətta xüsusilə deyirdilər ki, Aysun, quyruq yağı təzyiq problemi olan insanlar üçün də məsləhət görülmür. Görürsən, bu xəbər ona da aiddir? Düzdür, kimlər yeməyə bilər, istehlak etməyə bilər, haqda məlumat verilməmişdir. Amma düz deyirsən, quyruq yağından çox yeyəndə, yəni o təzyiqə də birbaşa təsir göstərir. Hər halda əgər təzyiq probleminiz varsa, miqdarında yemək lazımdır, çox yox. Yaxşı. Deməli, biz məlumatlarımızı bitirdik. İndi isə nəyin vaxtıdır? Sujetimizin vaxtıdır. Bəli, dostlar. Hər birimizə məlumdur ki, artıq proqramımızın əvvəlində də qeyd etdik ki, isti yay ayları gəlir. Deməli, çox maraqlı bizim Azərbaycanın bölgələri, rayonları var. Xüsusilə də elə Naxçıvanımızın da öz deməli geniş əraziləri, rayonlarımız Şahbuz, Ordubad. Baxın, elə ən əsas turizm məkanlarından biridir adını çəkdiyim bu yerlər. Ümumiyyətlə, yay tur paketlərindən biz danışmışıq. Əməkdaşımız Bəsti Nəcəfova bu mövzunu ətraflı araşdırıb, qiymətlər də hər halda yer alır bu sujetdə. Gəlin izləyək. Yay mövsümünün gəlişi ilə istirahət planları qurulur. Bir çoxları artıq dincələcəyi ünvanı seçməyə başlayıb. Turizm şirkətləri isə yay paketlərinə marağın əvvəlki həftələrlə müqayisədə artdığını deyirlər. Dəniz kənarı istirahət, bölgələrə turlar, eləcə də xarici istiqamətlər bu mövsüm ən çox seçilənlər sırasındadır. Ölkədə həm istirahət zamanının başlaması, məktəblərin tətil zamanının başlaması və tətilə uyğun olaraq insanların tələbləri də dəyişməyə başladı və bu dəyişikliyə əsasən hal-hazırda mövcud vəziyyətdə deyə bilərik ki, insanlar bir çox ölkələrə, bunlardan öncə qardaş Türkiyə, Gürcüstan Respublikası və bununla yanaşı olaraq Avropanın bir çox ölkələrinə səyahət etməyi artıq planlaşdırıb və bu ölkələr arasında, Avropa ölkələri arasında əlbəttə ki, xüsusilə vurğulamağa ehtiyac duyuram. İtaliya, Avropa ölkələrinə xüsusilə də İtaliya həmsərəd olan bir çox ölkə Fransa, Fransanın yanaşı Macarıstan və sair ölkələrə insanların tələbləri artıb və bu artan tələb əslində ölkəmizdə, həm də bölgəmizdə turizm infrastrukturunun genişlənməsi, imkan prospektlərinin, yəni imkanların artması və s. kimi hallara öz təsirini göstərir. Artıq bölgəmizdən Azərbaycanımızın digər bölgəsinə İsmayılı, Qəbələ, Quba, Şəki və s. bölgələri də üst tutanların sayı az deyil. Paketlərin qiyməti isə məkan, qalınacaq gün sayı və göstərilən xidmətlərə görə dəyişir. Mütəxəssislərin fikrincə, yay turu seçərkən təkcə qiymətə deyil, paketə daxil olan xidmətlərə də diqqət etmək lazımdır. Hər bir tur paketin özünə məxsus səciyyəvi xüsusiyyətləri vardır. Bu tur paketlər hazırlanarkən və hazırlanan tur paketlərində seçim olunarkən müştərilərin ən önəmli diqqət yetirəcəyi məqam həm qiymət baxımından, həm də kriteriya baxımından, yəni proqramların zənginliyinə diqqət yetirmək lazımdır. Bunun üçün səyahət sığortasına mütləq diqqət olunmalıdır. Bu, həm sizin səyahətinizin, həm də sizə təklif olunan şirkət tərəfindən ən yüksək xidmət növlərindən biridir deyərdim. Hal-hazırda turizm bazarında qiymətlərdə bəli artımlar müşahidə olunur. Bu, həm müştərilərin çoxluğu, həm də digər ölkələrdə qiymət tariflərinin artması ilə nəticələnir. Bir sözlə, yay istirahətini planlayanlar üçün seçim çoxdur. Əsas məsələ isə həm büdcəyə, həm də gözləntilərə uyğun tur paketini əvvəlcədən müəyyənləşdirməkdir. Bəli, dostlar, yay tur paketlərindən biz məlumat verdik. Seçim isə artıq sizin özünüzdə, öz büdcənizə uyğun, öz maraqlarınıza uyğun təşkil edə bilərsiniz istirahətinizi. Və biz qonağımızla söhbətimizə davam eləyəcəyik. Proqramın əvvəlində də vurğulamışdıq ki, artıq sayca 31-ci Bakı Enerji Həftəsi öz işinə başlayıb dünənki tarixdən etibarən və bugün də sabahda davam eləyəcək. Biz isə bu tarixin, deməli, bu günün əhəmiyyətindən danışacağıq studiyamızın qonağı ilə.
Bəli, qonağımız isə Ali Məclisin deputatı Mövlan Məmmədovdur. Bəli. Sabahınız xeyir olsun. Sabahınız Mövlan xeyir müəllim, olsun. xoş Xoş gəlmisiniz. gördük. Necəsiniz? Xeyir Çox sağ olun. Siz necəsiniz? Hər zaman yaxşı olun. Ümumiyyətlə, dünəndən artıq başlayan tədbir Azərbaycanın enerji sahəsində artan rolunu bir daha nümayiş etdirdi. Və istərdik elə söhbətimizin ilk dəqiqələrində bu tədbirin əhəmiyyətindən, mahiyyətindən danışaq, daha sonra digər məqamlardan danışarıq. Çox sağ olun. İlk öncə qeyd edeyim ki, bu tədbirin keçirilməsi təkcə iqtisadi məsələ deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik, beynəlxalq enerji təhlükəsizlik baxımından, eyni zamanda geosiyasi baxımından, regional sabitlik baxımından çox mühüm əhəmiyyətə malik olan bir tədbirdir. Və təbii ki, bu tədbirin keçirilməsi qeyd etdiyimiz kimi dünyada hazırda, yəni xüsusən də bir çox bölgələrdə, xüsusən də yaxın şərqdə gedən o mürəkkəb geosiyasi proseslər baxımından belə deyim, xüsusi yəni Azərbaycanda bu məsələlərin müzakirə olunması, Bəli. bu dialoqların aparılması, yəni xüsusi əhəmiyyət kəsb edən əsas məsələlərdəndir. Yəni bu tədbirlər, belə tədbirlərin təbii ki, Azərbaycanda keçirilməsi çox önəmli amillərdən biridir. Həm ölkəmizin, Azərbaycanın imicinin yüksəlməsi baxımından və digər belə desək önəmli gündəmdə olan aktual məsələlərin, xüsusən də qeyd etdiyimiz kimi enerji məsələləri ilə bağlı iqtisadi məsələlərin müzakirə olunduğu çox mühüm ən vacib platformlardan biridir. Çünki dünyanın qabaqcıl ölkələrinin rəsmiləri, ekspertləri bu tədbirə toplanmışdılar. 600-dən çox iştirakçı Təxminən 46 ölkədə 270-dən çox şirkətin bu tədbirdə iştirak edəcəyi, yəni proqnozlaşdırılır ki, bu da yəni çox mühüm amildir ki, yəni Azərbaycan belə mötəbər bir tədbir keçirməklə, yəni qeyd etdiyimiz kimi ən aktual belə desək məsələlərdən olan enerji təhlükəsizliyi məsələlərinin bu müzakirə olunması, yəni çox mühüm əhəmiyyətə malikdir. Addımlardan biridir. Ümumiyyətlə orada deməli açılış günü prezidentin nitqində də çox maraqlı çıxışlar yer alırdı ki, hətta prezident bir sıra qaz deməli hasilatı deməli ixracı məsələlərinə toxundu. Hətta o dedi ki, mən ötən il keçirilən Bakı enerji həftəsində çıxışımda demişdim ki, artıq 12 ölkəyə biz qaz ixrac edirik. Bu gün artıq həmin ölkənin sayı 16-ya çatıb. Yəni biz gör nə qədər inkişaf etmişik. Yəni 4 ölkəyə bir il ərzində yenidən qaz ixrac etmək əslində belə baxanda elə də asan bir məsələ deyil. Bu gün elə istəyərdim ki, biz davam eləyək, Mövlan müəllim. Sözü gedən bu layihənin regionun deməli geosiyasi balansına təsirindən də bir qədər danışaq. Hansı təsirləri göstərəcək? Təbii ki, bu qeyd etdiyiniz məsələlər həm ölkəmiz, həm də ki, elə region üçün çox mühüm əhəmiyyət kəsb eləyir. Yəni cənab prezidentin də dünənki çıxışında qeyd etdiyi kimi artıq 16 ölkədən, qaz ixrac etdiyimiz 16 ölkədən onu Avropa İttifaqının üzvü olan ölkələrdir. Ki, yəni bu da çox böyük bir göstəricidir bizim üçün. Təbii ki, bu qazın ixrac olunması əvvəlcədən həyata keçirilmiş layihələrin nəticəsidir. Hansı ki, Cənub qaz dəhlizinin əsas hissələrindən olan TANAP kimi, TAP kimi və digər layihələrin həyata keçirilməsi və bu layihələr vasitəsilə Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması çox mühüm belə deyim, amildir. Və bu Azərbaycanın həm qeyd etdiyimiz kimi regional baxımdan imicini gücləndirən amildir, həm də ki qeyd etdiyimiz kimi Avropa İttifaqının üzvü olan ölkələrə qazın ixrac olunması, həm də Avropa miqyasında olan Azərbaycanın imicini belə desək gücləndirmək baxımından mühüm əhəmiyyətə malik olan məsələdir. Yəni təkcə bu biz Azərbaycan qazının ixracı kimi yox, eyni zamanda cənab prezidentin qeyd etdiyi kimi demək Xəzər dənizinin şərq sahilində yerləşən ölkələrlə və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və oradan Xəzər dənizi vasitəsilə Azərbaycanın oradan da digər ölkələrə və Avropa ölkələrinə enerji belə desək təchizatının ötürülməsi təbii ki, Azərbaycana həm qaz ixracatçısı kimi, həm də ki, deməli, şərq və qərb arasında bir tranzit, mühüm tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Yəni, geosiyasi baxımdan əhəmiyyəti böyükdür. Dünən bir çox məsələlər müzakirə olundu. Hansı məsələlər uzun müddətli enerji strategiyası sahəsində daha vacib hesab olunur? Ən çox hansı məsələlər diqqət çəkdi müzakirədə? Təbii ki, qeyd etmək lazımdır ki,
Azərbaycan uzun illərdir ki, təbii neft və qaz ixracatçısı ölkəsi kimi tanınır. Yəni biz nəzərə salsaq ki, hazırda dünyada aşağı belə desək emissiyalı, yəni müasir texnologiyadan istifadə etməklə, yəni karbonun azaldılması belə istiqamətində müasir texnologiyalar vasitəsilə deməli enerjinin istehsalı belə ön plana çıxır. Yəni bunları biz nəzərə alsaq, düzdür, Azərbaycan neft və qaz ixrac edən əsas ölkələrdən biridir. Yəni bu neft və qaz infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Eyni zamanda biz əsas məsələlərdən biri olan yaşıl enerjiyə keçid məsələsini xüsusilə qeyd edə bilərik ki, yəni bərpa olunan enerjinin genişləndirilməsi, cənab prezidentin də qeyd etdiyi kimi 2032-ci ilə qədər bu bərpa olunan enerji mənbələrinin hardasa 8 gigavata çatdırılması planlaşdırılır ki, yəni bu da çox böyük göstəricidir. Yəni bildiyimiz kimi ölkəmiz yaşıl enerji baxımından, bərpa olunan enerji baxımından çox mühüm potensiala malikdir. Hansı ki, işğaldan azad olunan ərazilərimizdə, yəni Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerjinin qurulması üçün çox mühüm potensial. Hətta Naxçıvan da yaşıl enerji. Bəli, Naxçıvan Muxtar Respublikasının yəni bu Qarabağ və Şərqi Zəngəzur, eyni zamanda Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması. Çünki Naxçıvan Muxtar Respublikasında da təbii ki, həm günəş elektrik stansiyalarının belə desək qurulması baxımından, həm də ki, külək elektrik stansiyalarının qurulması baxımından çox mühüm potensiala malikdir. Yəni yaşıl enerjiyə keçid məsələsi və eyni zamanda neft və qaz sahələrinin modernləşdirilməsi prosesi, yəni bu uzun müddətli perspektiv üçün çox mühüm görülmüş işlərdir, əhəmiyyətə malikdir. Həmçinin biraz öncə də qeyd etdiyimiz kimi Azərbaycanın şərq və qərb arasında mühüm belə desək tranzit qovşağı kimi çox mühüm əhəmiyyətə malik olan bir ölkədir. Yəni dünənki məsələn cənab prezidentin çıxışında qeyd etdiyi kimi enerji kabelləri layihələrinin həyata keçirilməsi, hansı ki Azərbaycan və Gürcüstandan keçməklə və Qaradənizdən Avropaya, yəni təxminən Rumıniya, Macarıstan kimi ölkələrə enerjinin ixracı və eyni zamanda quru yolla Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan və digər Avropa ölkələrinə kabel xətlərinin layihələrinin görülməsi də yəni çox mühüm addımlardır və bu görülən işlər təbii ki uzun perspektivlər vəd eləyir gələcək üçün. Yəni bu ölkəmizin həm enerji dayanıqlılığını gücləndirilməsi baxımından, həm dünyanın enerji təhlükəsizliyində töhfə verilməsi baxımından çox mühüm əhəmiyyətə malik olan addımlardır. Azərbaycanın rolunu daha da artıracaq, gücləndirəcək. Baxın, ümumiyyətlə biz qeyd ediriksə 40-dan çox ölkənin əsas nümayəndələri məhz bu tədbirə qoşulub və bu 30 illik əslində görülən o siyasətin, uzun müddətli siyasətin və inkişafın nəticəsidir. Ölkə prezidenti də vurğuladı ki, Xəzər, neft, qaz sərgisi ilə biz başladıq bu yola və müxtəlif adlarla artıq indi hal-hazırda Bakı enerji həftəsi olaraq biz bu tədbiri reallaşdırırıq, gerçəkləşdiririk. Və Bakı ilə, yəni Azərbaycanla ABŞ arasında ilk dialoqdur bu, yəni Bakı enerji dialoqu. Bax, bu həmin o iki ölkə arasındakı münasibətlərə hansı təsirini göstərəcək, gücləndirilməsinə hansı təsirini göstərə bilər? Təbii ki, ABŞ ilə Azərbaycan arasındakı münasibətlər indiki dövrdə daha belə desək, yüksələn xəttindən inkişaf eləyir. Məlumdur ki, ötən il avqustda imzalanan belə desək sülh sazişinin paraflanması da ABŞ vasitəsilə təbii ki həyata keçirilmişdir. Yəni bunlar çox mühüm addımlardır. Həm də ki enerji təhlükəsizliyi baxımından Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı belə desək dialoqların baş tutması, yəni həm belə desək regional enerji təhlükəsizliyi baxımından, həm də ki qlobal enerji təhlükəsizliyinin töhfə verilməsi baxımından çox mühüm addımlardır. Bəli, hətta ölkə başçısı vurğuladı ki, biz artıq bu tədbirlər bizə bildirir ki,
Dünyanın ən iri qaz yataqlarına aid olan Şahdəniz bir müqaviləsi də məhz elə 30 il əvvəl 1996-cı ilin iyununda imzalanıb və demək olar ki, bugün hətta əlavə olaraq bildirirdi ki, bugün artıq dünyanın ən iri neft, qaz yataqları olan şirkətlər olsun, ölkələr olsun, bir sıra qarayağma kampaniyalarına məruz qalır. Amma bugün sözü gedən ABŞ-dən danışırıqsa, Donald Trump artıq bu trendi tamamilə dəyişdi. Və bütün bu güclər, bütün bu münasibətlərdə düşünürəm ki, elə regional güclərlə münasibətlər yaxşı təsir edir. Bəli, əlbəttə ki, həm regional güclərlə münasibətlərdə, həm belə qlobal arenada münasibətlərə, həm biraz öncə də qeyd etdiyimiz kimi Avropa miqyasında olan münasibətlərimizə çox mühüm təsir edən amillərdir. Yəni biraz öncə də qeyd etdiyimiz kimi təxminən 46 ölkədən 270-dən çox şirkətin bu tədbirdə iştirak etməsi və bu tədbir çərçivəsində bir neçə belə desək forumların keçirilməsi təbii ki, ölkəmizin imicini daha da gücləndirir. Enerji təhlükəsizliyi baxımından bu təkcə enerji təhlükəsizliyi yox, bu eyni zamanda təsir edir, beynəlxalq təhlükəsizlik məsələlərinə təsir edir. Çünki bilirsiniz, dünyada çox mürəkkəb geosiyasi proseslər gedir, xüsusən də yaxın şərqdə mürəkkəb geosiyasi proseslər baş verir. Yəni bütün bu proseslər fonunda həm enerji təhlükəsizliyi belə desək, ən vacib belə desək, sahə kimi ön plana çıxır. Həm də bu baxımdan Azərbaycanın da, ölkəmizin də imicinin gücləndirilməsinə mühüm rol oynayır. Az öncə bir xəbəri paylaşdıq. Biz dünən artıq baş tutan tədbirin ilk günündə ölkələri təmsil edən şirkətlərlə maliyyə dəyəri 7,5 milyard olan sazişlər imzalandı. Ümumiyyətlə, bax bu Bakı Enerji Həftəsi xarici investorlar üçün hansı mesajı verir Mövlan müəllim? Bu düzgün qeyd elədiniz. Azərbaycan dünən xəbərlərdə də biz, yəni rəsmi xəbərlərdə də yəni məlumat çatdı ki, qeyd elədiyiniz kimi 7,5 milyard dollarlıq saziş imzalanıbdır. Təbii ki, bu Azərbaycanın imicinin göstəricisidir. Etibarlı tərəfdaş olduğunun uzun müddətli, belə desək, dayanıqlı tərəfdaş olduğunun göstəricisi, sübutudur, bəli. Yəni bu onu göstərir ki, xarici investorlar, xarici şirkətlər, şirkət nümayəndələri Azərbaycana etibar eləyir, etibarlı tərəfdaş kimi görür. Mən bəxtlar qeyd elədiyimiz kimi, biraz öncə də qeyd elədiyimiz kimi həyata keçirilən bu enerji layihələri, həm Azərbaycanın neft-qaz ixracatçısı ölkə olması, həm yaşıl enerji keçid dövründə xüsusilə vurğulamaq istəyirəm. Yaşıl enerji keçid dövründə Azərbaycanın bu layihələrin, böyük layihələrin həyata keçirilməsi təbii ki, xarici şirkətləri də özünə cəlb edir. Həm Azərbaycanın etibarlı tərəfdaş kimi görürlər. Yəni, o imici yaradır. Bəli, etibarlı tərəfdaşlıq imici yaradır. Doğru. Təşəkkür edirik. Sonda söyləmək istədikləriniz varmı? Bugün Bakı Enerji Həftəsinin ikinci günüdür və sabah yekunlaşır. Təbii ki, bu tədbirlər çərçivəsində uğurlar arzulayıram. Yəni, inşallah daha yaxşı, daha böyük, bundan da böyük layihələrə imza atarıq. Yəni bu həm ölkəmizin enerji təhlükəsizliyi baxımından, həm regionun enerji təhlükəsizliyi baxımından, həm beynəlxalq təhlükəsizliyi baxımından çox mühüm addımdır. Yəni bu işdə yəni inşallah əlbəttə ki, biz bunun müsbət nəticələrini zaman-zaman görəcəyik. İnşallah görəcəyik. Təşəkkür edirik Mövlan müəllim. Gününüz uğurlu olsun və bir daha qeyd edək, dəyərli izləyicilərimiz, Bakı Enerji Həftəsindən danışdıq. Qonağımız isə Ali Məclisin deputatı Mövlan Məmmədov idi. Davam edirik və elə bu mövzunu sujetimizlə davam etdiririk. İzləyək video materialımızı, daha sonra buradayıq. Enerji təhlükəsizliyinin qlobal gündəmdə xüsusi yer tutduğu bir dövrdə Bakı yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Neft və qaz ehtiyatları ilə tanınan Azərbaycan son illər enerji sahəsində yeni hədəflər müəyyənləşdirir. Bakı Enerji Həftəsi çərçivəsində müxtəlif ölkələrdən dövlət rəsmiləri, beynəlxalq şirkətlərin nümayəndələri bir araya gələrək sektorun gələcəyini müzakirə edirlər. Artıq 31-ci dəfə keçirilən tədbir təkcə neft və qaz sənayesinin deyil, həm də bərpa olunan enerji, rəqəmsallaşma və innovativ texnologiyaların nümayiş olunduğu geniş miqyaslı beynəlxalq forumdur. Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək sərgi və forumlarda dünyanın 40-dan çox ölkəsindən
yüzlərlə şirkət iştirak edir. Burada enerji sektorunda ən son yeniliklər, yeni investisiya layihələri və gələcək əməkdaşlıq imkanları təqdim olunur. Tədbirin əsas diqqət mərkəzində isə enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məsələləri dayanır. Bu platformada aparılan müzakirələr regionun enerji gələcəyinə müsbət mənada təsir göstərəcək. Bakı Enerji Həftəsi Azərbaycanın ənənəvi enerji ölkəsindən yaşıl enerji tərəfdaşına çevrilməsi istiqamətində atdığı addımları beynəlxalq ictimaiyyətə təqdim edir. Məhz bu baxımdan tədbir yeni əməkdaşlıqların qurulduğu, mühüm sazişlərin imzalandığı və gələcək layihələrin təməlini qoyan mühüm platforma hesab olunur. Belə dostlar, daha təfsilatı ilə bizim əməkdaşımız Leyla hazırlamışdı, sujeti izlədik. Elə bu mövzunu növbəti qonağımızla davam etdirəcəyik. Artıq mövzu bəllidir, ona görə təkrar elan etmirəm. Qonağımız isə Aysun'u təqdim eləsin. Qonağımızla isə enerji sektorundan danışacağıq. Enerji sahəsindəki üstünlüklərini, yəni bu tədbirin əsas mahiyyəti və əhəmiyyətindən danışacağıq. Qonağımız Naxçıvan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Miryoni Seyidovdur. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Bu studiya sizin üçün artıq doğmadır. Yəni tez-tez sizi qonaq edirik. Və mövzumuz olduqca aktual olduğuna görə istədik sizi də dəvət edək və sizin fikirlərinizi də alaq. Sujetimiz vasitəsilə az öncə qonağımızla da biz dünəndən başlayan artıq tədbirin əhəmiyyəti və mahiyyətinə danışdıq. Elə sizin də fikirlərinizi alaq. Enerji sahəsində hansı üstünlükləri qazandıracaq? Daha sonra digər məqamlara toxunarıq. Çox sağ olun dəvət etdiyiniz üçün. Bəli, çox aktual bir mövzudur. Belə ki, bugün baş tutan tədbir Bakı Enerji Həftəsi dünya çapında, qlobal miqyasda enerji siyasətinin formalaşmasında, qlobal enerji təhlükəsizliyinin qorunması istiqamətində mühüm bir tədbir olaraq, həm də eyni zamanda beynəlxalq enerji əməkdaşlığının yüksəldilməsində, möhkəmləndirilməsində nüfuzlu, geniş miqyaslı və əhəmiyyətli bir tədbirdir. Bakı Enerji Forumu bugün qlobal miqyasda olan enerji böhranlarının həlli istiqamətində alternativlərin və faydalı yolların, marşrutların müzakirə edildiyi əsas bir məkandır. Hansı ki, bugün dünya iqtisadiyyatı, belə desək, ənənəvi karbohidrogenlərdən imtina eləyə bilməyəcəyi, birdən-birə imtina eləyə bilməyəcəyi reallığını qəbul eləyərək balanslaşdırılmış keçid enerji siyasətini formalaşdırma öhdəliyini öz üzərinə götürür. Hansı ki, biz bugün cənab prezidentin çıxışında da yəni çox mühüm bir məqama toxundu. Hansı ki, biz neft və qaz ixracatçısı ölkəsi olaraq həm də eyni zamanda yaşıl enerjiyə keçid texnologiyasını, keçid prosesini sürətləndirməklə gələcək təmiz enerjiyə töhfə vermiş oluruq. Hansı ki, bugün bizim keçirdiyimiz bu qlobal miqyasda olan bu forumun əsas mahiyyəti, əsas fəlsəfəsi balanslaşdırılmış enerji keçid siyasətinin formalaşdırılmasıdır. Karbohidrogenlərdən, ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçidin formalaşdırılması və dünyaya bu mesajı məhz Azərbaycandan verilməsi bizim dünya enerji diplomatiyasında, dünya enerji strategiyasında mühüm yerə, deməli, mühüm yerdə olduğumuzu biz göstəricisidir. Bəli, elə sözü gedən bu, deməli, Bakı Enerji Həftəsi çərçivəsində dünən keçirilən tədbirdə prezidentimizlə yanaşı, deməli, xarici ölkədən gələn rəsmilərin də çıxışları oldu. Hətta orada, deməli, vurğulandı ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildən başlayır. Həmçinin o dövrlərdə Azərbaycan üçün vəziyyət elə qarışıq idi, iqtisadi baxımından qeyri-sabit vəziyyət, deməli, hökm sürürdü. Amma bunu da vurğulamaq lazımdır ki, hətta torpaqlarımızın, demək olar ki, 20% Ermənistan işğalı altındaydı. Yəni, bu baxımdan da artıq bizim sadəcə yolumuz bizim təbii sərvətlərimizdən istifadə idi. Baxın, o illərdən bu illərə baxanda biz nə qədər inkişaf yolu keçmişik enerji sahəsində. Bugünkü tədbir də bizə gələcək üçün hansı perspektivləri vəd edir? Təbii ki, çox gözəl vurğuladınız. Hansı ki, enerji böhranı olan bir illərdən, çətin bir illərdən,
torpaqlarımızın mənfur qonşularımızın işğalı etdiyi bir dövrə təsadüf eləyən bir illərdən bizim inkişaf, çox böyük bir inkişaf mexanizmi keçən bir dövrə gəlib çıxmamız bizim təbii resurslardan, təbii sərvətlərimizdən istifadə eləyərək, cənab prezidentin də vurğuladığı kimi, istifadə eləyərək, büdcə formalaşdıraraq inkişaf mexanizminin yaradılması və bugünkü gün dünya iqtisadiyyatında önəmli yerə sahib olmaq, hansı ki, diktə edici bir yerə sahib olmaq, dünya iqtisadiyyatında enerji təhlükəsizliyinin formalaşdırılmasında mühüm bir yerə sahib olmaq böyük bir göstəricidir. Hansı ki, bizim enerji böhranlarının yarandığı, bir cərəyan elədiyi bir dövrdə ölkə səviyyəsində həm elə ələlxüsus Muxtar Respublikada bizim Zaqafqaziyanın vahid enerji mərkəzindən ayrılan bir dövrdə həmin vaxt hamımızın yadındadır bu dövrlər. Həmin dövrlərdən bu günə inkişaf eləyən bir model bizim həm regional, həm qlobal enerji təhlükəsizliyinin formalaşdırılmasında ən böyük töhfələrimizdən olub. Və bugünkü keçirilən enerji forumu qlobal olaraq, beynəlxalq olaraq enerji təhlükəsizliyinin sütunlarının formalaşdırılması, balans keçid proseslərinin formalaşdırılması, dayaqların yaradılması və qlobal enerji təhlükəsizliyinin gələcəyinin qarantı olaraq böyük güc mərkəzlərinin bir masada, bir qərara gəlmə prinsipidir. Hansı ki, biz bugün görürük milyard dollarlarla başa gələn investisiya müqavilələri var. Hansı ki, Xəzər dənizindən enerji, yaşıl enerji keçidindən tutmuş, qaz, sonraki yüzilliklərlə tələbatı ödəyən qaz ixracatına qədər həm qlobal, həm regional tələbatın ödənilməsi prosesində ölkəmizin mühüm yerə sahib olduğu bu platformada özünü aydın şəkildə göstərir. Yaşıl enerji konsepsiyalarının tətbiqi, dünyada baş verən hansı ki, geosiyasi, iqtisadi proseslərdə birbaşa bunun rolu bizim regional və qlobal deməli iqtisadiyyatda əhəmiyyətimizi birbaşa göstərir ki, bizim təbii sərvətlərimiz, resurslarımız, faydalı qazıntılarımız həm daxili, həm də eyni zamanda regional olaraq gələcək enerji təhlükəsizliyinə töhfə vermiş olacaqdır. Bəli. Ümumiyyətlə, biz qeyd etdik, bu tədbirin keçirilməsində əsas məqsəd ənənəvi enerjidən yaşıl enerjiyə keçiddir. Naxçıvan isə yaşıl enerji zonası hesab olunur. Və bu mərhələdə işlər hansı yerdədir, Mirqonis müəllim? Bəli, təbii ki, çox gözəl vurğuladınız. Qarabağın, Naxçıvanın yaşıl enerji zonası elan edilməsi bu kontekstdə Naxçıvanda mühüm əhəmiyyətli işlərin həyata keçirilməsini bu gün də sürətləndirir. Naxçıvanda bildiyimiz kimi son vaxtlar bağlanmış müqavilələrə əsasən Şəms-1, Qərbi Üfüq günəş elektrik stansiyalarının tikintisi işləri artıq başlama mərhələsindədir. Hansı ki, bundan əlavə ölkə başçısında qeyd elədiyi kimi gələcəkdə ölkədə giqavatlarla hesablanan, böyük güclərlə hesablanan günəş külək enerji potensialının tətbiqi və bunun müqabilində Naxçıvan Muxtar Respublikasında da bu kontekstdə geniş miqyasda yaşıl enerjinin tətbiqi gözlənilir. Hansı ki, biz bugün 50 meqavat gücündə ilkin olaraq qeyd elədiyim sözgedən günəş elektrik stansiyasının tikintisi ilə ilkin olaraq Naxçıvanda yaşıl enerji konsepsiyasının başlanğıc həddi kimi bunu qəbul edirik. Çünki artıq yaşıl enerji konsepsiyası Naxçıvanda hazırlanıbdır. Aid şirkətlə Azərbaycan Energetika Nazirliyinin bağladığı müqavilə əsasında artıq enerji konsepsiyası hazırlanıbdır və baxılma mərhələsindədir. Və bu istiqamətdə də yeni elektrik stansiyalarının Naxçıvanda tikilməsi, şəbəkəyə inteqrasiyası və eyni zamanda da ixracatı məsələsi bizim prioritet deməli istiqamətdə olan məsələlərdəndir. Hansı ki, bilirsiniz, Naxçıvandan Türkiyəyə, Türkiyə üzərindən Avropaya elektrik enerjisinin ixracı üçün, böyük güclü elektrik enerjisinin ixracı üçün işlər aparılır, layihələndirmə işləri aparılır və Naxçıvanda da bu istiqamətdə enerji infrastrukturu tam olaraq yenilənir, yeni elektrik yarımstansiyaları tikilir, çevirici yarımstansiya tikilir və ələlxüsus bunu qeyd eləmək istəyirəm ki, Azərbaycanın əsas enerji şəbəkəsinə, Cəbrayıl Qovşaq yarımstansiyasına qoşulmaqla 2 dövrəli 330 kilovoltluq xəttin də tikintisi haliyyədə
davam etdirilir. Biz ümumiyyətlə yaşıl enerjidən dəfələrlə danışmışıq. Yəni bu ilk dəfə deyil ki, danışırıq. Bizim dəfələrlə müzakirə mövzumuz olub. Ümumiyyətlə perspektivləri, qazandıracağı üstünlüklər barədə ətraflı məlumatlar vermişik. İndi isə qayıdaq Bakı Enerji Həftəsinə bir Yunis müəllim. Dünəndən artıq yəqin ki, siz də izləyirsiniz. Bir enerji mütəxəssisi olaraq sizin də diqqətinizdədir bu mövzu. Dünən artıq qeyd etdik, bir sıra müzakirələr olundu və təbii ki, sazişlər də imzalandı. Az əvvəldə qeyd etdim, milyardlar, yəni maliyyə dəyərində 7,5 milyard dəyərində saziş imzalandı. Bir enerji mütəxəssisi olaraq sizin ən çox diqqətinizi çəkən məqamlar nələr idi dünəndən başlayan tədbirdə? Mənim əsas diqqətimi çəkən ən böyük məqamlardan biri o oldu ki, burada məsələ tək regional olaraq deyil. Azərbaycanın enerji resurs ixracatçısı olan bir region olaraq deyil, dünyanın enerji diplomatiyasında, enerji belə deyək, strategiyasında, enerji təhlükəsinin qorunmasında mühüm yerə sahib olduğunun bir göstəricisi olaraq mən onu gördüm. Hansı ki, böyük güclərin, dünyada olan böyük deməli şirkətlərin, hansı ki, bir masaya toplanaraq Azərbaycan regionundan, bu dövlətdən, bizim vətənimizdən dünyaya mesaj verməyi, həm bizim gələcəkdə dünyanın enerji iqtisadiyyatını formalaşdırılmasında mühüm yerə sahib olduğumuzun göstəricisidir. Həm də eyni zamanda regional olaraq enerji iqtisadiyyatının, enerji təhlükəsizliyinin yüksəldilmiş inkişafının bir göstəricisidir. Bizim bugün qəbul olunmuş bir sıra dövlət proqramlarımız var ki, bu regional bir çərçivəni əhatə etmir. Burada interkonnektor xətləri, dünya çapında deyək ki, enerji tələbatının ödənilməsi üçün layihələr mövcuddur. Burada təbii ki, investorların cəlbi məsələsi var burada. Böyük maliyyə yükü olan investorların Azərbaycana cəlb olunması və burada bu işlərin icrası birbaşa bizim yüksələn iqtisadiyyatın, enerji siyasətinin və enerji təhlükəsizliyinin qarantı olduğumuzun birbaşa göstəricisidir. Bağlanan müqavilələr onu sübut edir ki, bugün biz həm qaz sahəsində, həm elektroenergetika sahəsində bizim faydalı resursların ixracatçısı ilə paralel olaraq yaşıl enerjiyə keçid strategiyasının da ölkədə uğurlu formalaşdırılmasını və tətbiqinin bir daha sübutudur. Dünya çapında olan böyük yüklü investorların, investisiyaların cəlbi məhz bu gün Azərbaycana cəlb olunması, burada yatırımlar edilməsi, resurslardan səmərəli istifadə, yeni innovativ yeniliklərin gətirilməsi və digər bu kimi texnoloji yanaşmalara baxdıqda Azərbaycanda elektroenergetika deyil, enerji infrastrukturunun yüksələn xətlə inkişafına gətirib çıxaran ən böyük amildir. Azərbaycandan verilən mesajlar, dünyaya verilən mesajlar bugün az öncə qeyd elədiyim kimi karbohidrogendən deməli birbaşa imtina eləməmə reallığını qəbul eləməklə balanslaşdırılmış keçid enerji siyasətinin formalaşdırılması ən böyük prioritet məsələmizdir. Hansı ki, yaşıl enerji, təmiz gələcək prinsipi ilə, prioriteti ilə biz bugün bu işlərin icrasını həyata keçirməliyik. Və xüsusilə də qeyd eləyək ki, biz elə karbon emissiyalarının azaldılması, tullantılardan təmizlənmə proseslərindən danışdıq və artıq sözü gedən həmin tədbirdə yaşıl enerji mövzularına xüsusi toxunuldu. Hətta vurğulandı ki, orada zero waste, hətta zero food waste kimi təşəbbüslər də həyata keçirilir ki, məhz bu təşəbbüsün də elə məqsədi sözü gedən tullantıların azaldılmasına yönəlmiş layihələrdəndir və xüsusilə orada Caspian Power sərgisində də hətta 35% yeni deməli iştirakçıların sərgisi idi ki, bu da artımdır ötən illə müqayisədə. Elə bütün bu sadaladıqlarımız da beynəlxalq əməkdaşlıqların gücləndirilməsinə də gətirib çıxaran əsas amillərdəndir deyə düşünürəm. Təbii ki, karbon emissiyasının azaldılması istiqamətində beynəlxalq səviyyədə bizim öhdəliyimiz var, Azərbaycanın öhdəlikləri var və düşünürəm ki, bu öhdəlik qismindən artıq kənara çıxıbdır, hansı ki biz bunu artıq reallıq kimi qəbul edirik və bunu
biz bir belə deyək, prioritet kimi qəbul edib bu xəttlə biz gedirik. Hansı ki, həm Naxçıvan Muxtar Respublikasında, Azərbaycan regionunda götürsək, ələlxüsus da mən Muxtar Respublikanı niyə qeyd edirəm? Bilirik ki, bugün çayların sululuq dərəcəsinin artması, müəyyən bizim o enerji istehsalında alternativ mənbələrin faizinin artmasına və sıfır karbon emissiyası ilə Naxçıvan Muxtar Respublikasında aylardır sürən bir enerji tələbatının ödənilməsi prosesinin şahidi oluruq. Hansı ki, biz 2030-cu ilə qədər 30%, 2050-ci ilə 45-50% arası bir azalma öhdəliyi götürmüşük, karbon emissiyasının azaldılması və bugün mən düşünürəm ki, bu artıq həmin o faizi də ötüb keçən bir xəttədir, üstələyir. Hansı ki, bizim işğaldan azad olunan regionlarda yüzlərlə kiçik və orta güclü su elektrik stansiyalarının inşası və Azərbaycanın digər regionlarında alternativ mənbələrin inkişafı, Muxtar Respublikada qeyd elədiyim layihələrin icrası, qeyd elədiyiniz sıfır karbon emissiyasının tətbiqi üzrə işlərin ən mühüm göstəricisidir. Azərbaycanın öhdəliyi, beynəlxalq öhdəliyi bugün qeyd elədiyim kimi artıq öhdəlik deyil, bu birbaşa bizim işimizin bir hissəsi olaraq formalaşır. Təşəkkür edirik Miryunis müəllim. Ətraflı detallı şərhiniz üçün. Çox maraqlı danışdınız, minnətdarıq. Və qeyd edək ki, qonağımız Naxçıvan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Miryunis Seyidov idi. Və biz isə proqramımıza davam edirik. Söhbətimiz yekunlaşdı. İndi isə nədən danışacağıq? Dəyişən gümüş qiymətlərindən. Çünki bazarlarda biraz dalğalanmalar var bu mövzuda. Yəni ki, əsas səbəb qlobal vəziyyətdir. Dünya bazarında da ümumiyyətlə qeyri-sabitlik dayanır. Amma gəlin görə sujetimizdə daha hansı açıqlamalar veriləcək? İzləyə ardınca buradayıq. Son dövrlərdə gümüşün qiyməti bahalaşıb yoxsa ucuzlaşıb? Bu sualın cavabını tapmaq üçün internetdəki rəqəmləri yox, elə birbaşa gümüşün satıldığı yerə gəldik. Çünki birjada rəqəmlər dəyişəndə bu təbii ki, vitrinlərdəki satışda da özünü göstərir. Bəs gəlin görək, gümüş vitrinlərində vəziyyət necədir? Qızılın bahalaşması fonunda gümüş hər nə qədər alternativ kimi görünsə də, bu qiymətli metalın bazarında vəziyyət heç də həmişə eyni tempdə getmir. Alıcıların zövqü və büdcəsi dəyişdikcə, gümüş vitrinlərin önündəki mənzərə də fərqlənir. Bu parıltılı vitrinlərin arxasında dayanan satıcılar alıcı qabiliyyətinin aşağı olmasından narahatdırlar. Onların sözlərinə görə gümüş bazarı daha çox mövsümi xarakter daşıyır və gündəlik satışlar o qədər də arzu olunan səviyyədə deyil. Son günlərdə birjalarda gümüşün qiyməti bahalaşıb. Bəs bu bazarda necə təəssürat yaradır? Müştəri varmı? Ümumiyyətlə, gümüş satışları necə gedir? Demək olar ki, keçən ilə baxanda bu il həddən artıq alıcı qüvvəsi demək olar ki, zəifdir da, çox zəifdir. Keçən il deyək ki, 7-8 manata qramı satdığımız gümüşlər bugünkü gün 10 manatdan yuxarıdır. Yerli mal var, İtalyan modeli var. İtalyan modeli demək olar ki, həddən artıq çox qalxıb. Ona görə də məcburuq yerli mal alaq. Türkiyədən gətiririk mallarımızın %99%-ni. Qızılla müqayisədə, yəni sizcə gümüşün satışı çoxmu aşağıdır? Demək olar ki, bəli. Keçən il bundan qat-qat yaxşı idi. Keçən il ara günlərdə işləyirdik. İndi demək olar ki, saat 11-12-nin yarısıdır, hələ sifdə yoxdur. Müştərilərin olmama səbəbi sizcə gümüş qiymətlərinin biraz baha olmasıdır, yoxsa nədir? Yəni qızıla tələbat daha çox olduğu üçünmü? Yox, gümüşün qiymətinin qalxmağıdır. Ən çox da ondan yararlanır. Vitrinlərdə real canlanma isə yalnız xüsusi günlərdə və bayramlarda özünü göstərir. Bu parıltılı vitrinlər hər nə qədər diqqət çəksə də, gümüş bazarının real mənzərəsi satıcıların gözləntilərindən biraz uzaqdadır. Dekabr ayından çox qalxdı gümüşün qiyməti, yəni çox yüksəldi. Əvvəl 5 manat aldığımız gümüşləri 8 manatla aldıq. Bazar qiymətinə görə məcburən 12-yə, 13-ə satmaq məcburiyyətində oluruq. Amma yenə də gümüşünə görə, çəkisinə görə qiymətlərimiz münasib olur, dəyişir. Qızıl qalxdığı zaman istər-istəməz gümüşə yönəlirlər. Hədiyyə olaraq gümüş deyək ki, 200 manata qızıl ala bilmirlər. Məcburən 150 manata, 200 manata gümüş dəstə alırlar. O qızıl qalxanda təbii ki, bizim işimizə daha çox yansıyır, yaxşı olur. Hazırda sakit günlərini yaşayan bu sektorda növbəti canlanmanın nə vaxt olacağını isə zaman bir də yaxınlaşan növbəti bayramlar göstərəcək.
Xanım vurğuladı ki, bunun deməli artımı bizim üçün daha yaxşıdır. Nə bilim, əslində fikirlər fərqlidir. Sən ümumiyyətlə gümüş, qızıl filan belə sevirsənmi? Yox, qızıl sevmirəm ümumiyyətlə, amma gümüş bəli, aksesuarlarım var, istifadə edirəm. Nə gözəl. Xanımlar, sizin üçün də maraqlı oldu düşünürəm. Ümumiyyətlə qızıl, gümüş bu kimi deməli necə deyirlər, dəyərli əşyalara önəm verən. Amma qiymət cibə uyğun olsa çox yaxşı olar. Cibə uyğun olsa, həmçinin Aysun, deməli sözüm qarışdı bir-birinə. Yeri gəlmişkən vurğulayım ki, bəzən biz gümüşdən danışdıq, amma qızıldan da danışsaq, bunu yatırım kimi bəzi xanımlar alır. Məsələn, qiymət qalxanda satın filan kimi. Yatırım kimi də istifadə etmək olur. Yenə də seçim sizindir. Dəyərli xanımlar, düşünürəm ki, sujetimiz sizin üçün maraqlı oldu. Biz davam edirik. Bizə yeni qoşulan hər kəsi də salamlayırıq. NTV Səhər öz işini davam etdirir. Hələ proqramımızın bitməsinə elə tam yarım saat var. Biz də bolluca məlumat sizə ötürəcəyik. Elə növbəti xəbərimizlə biz davam edək. Belə ki, deməli, Azərbaycanın təsviri sənəti, ümumiyyətlə rəssamlığımız, Azərbaycan incəsənəti yenə beynəlxalq səviyyədə təbliğ olunur, təmsil olunur. Belə ki, Azərbaycan təsviri sənətində özünə məxsus yaradıcılıq xətti ilə seçilən rəssam Əli Seyran İmanzadə uzun illərdir milli miniatür sənətini müasir estetik düşüncə ilə birləşdirən sənətkar kimi fəaliyyət göstərir. Uzun müddət Fransada yaşayan və yaradan fırça ustası Avropa sənət mühiti ilə şərq miniatür ənənələrinin deməli öz yaradıcılığında uğurla sintez etməyi bacarıb. Yəni ki, necə deyərlər, öz yaradıcılığında fərqli edib. Təkrar vurğulayım ki, Avropa sənəti ilə şərq miniatür ənənələrinin deməli vəhdətini təşkil edən əsərlər yaradıb. Bəli. Deməli, sənətkarla həmsöhbət olub bizim həmkarlarımız. O öz yaradıcılıq yolundan danışarkən qeyd edib ki, mənim üçün miniatür sadəcə qədim bir rəsm texnikası deyil, Azərbaycan xalqının mədəni yaddaşı, mənəvi kimliyi və estetik dünya görüşünü yaşadan ən mühüm sənət sahələrindən biridir. Hesab edirəm ki, əsası 16-cı əsrdə qoyulan və formalaşan Təbriz Miniatür Məktəbinin ənənələri bugün yenidən inkişaf etdirilməli, yeni nəsil rəssamlar üçün ayrıca bir məktəb kimi yaşamalıdır, deyə öz deməli çıxışında bildirib. Həmçinin vurğulayıb ki, bugün Azərbaycan dövlətinin mədəniyyətə və sənət adamlarına göstərdiyi diqqət olduqca yüksəkdir və bu qayğı milli incəsənətin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Deməli, rəssamın əsərləri fərqli şəxsi kolleksiyalarda da yer alır. Bununla yanaşı Azərbaycan Miniatür Sənəti Muzeyi tərəfindən satın alınaraq muzey fonduna da daxil edilib. Daha doğrusu, bugün də rəssamın deməli milli miniatür sənətin qorunması, gənc nəslə ötürülməsi və beynəlxalq səviyyədə layiqincə tanınması istiqamətində görülən işlər elə layiqincə də davam etdirilir. Bəli, xaricdə öz sahəsi üzrə ölkənin adına layiq şəkildə fəaliyyət göstərən, baxmayaraq ki, yəni fərq yoxdur, hansı sahədə fəaliyyət göstərirsinizsə göstərin. Yəni ölkənin adına layiq işlər ərsəyə gətirən. Nəticədə Azərbaycanlı imzası var orada. Bəli, bütün həmyerlilərimizə təşəkkür edirik və uğurlar arzulayırıq. Və mən bugün idman xəbərləri paylaşmamışam. Yenə idman uğurumuz var. Hər gün mən proqramımızda çalışıram ki, idman uğurlarımızı sizdən paylaşım. Deməli, Azərbaycanın basketbol üzrə qadın millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk oyununa çıxıb. Komanda qrupun birinci oyununda Madagaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib. Millinin qrupda növbəti oyunu bugün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland seçməsinə qarşı olacaq. Bax, bugün də ümidvarıq ki, qələbə xəbəri ilə bizi sevindirərsiniz və sabah bu xəbəri də paylaşaram. Bəli, qadınlar arasında qadın millimiz məhz ilk mərhələdə qalib gəliblər və bugünkü mərhələdən də qalibiyyət gözləyirik əziz xanımlarımız. Uğurlar. Uğur olsun. Biz idman xəbərlərimizlə elə davam edək. Yeri gəlmişkən Aysun kişi boksçulardan ibarət Azərbaycan millisi də deməli yollanıb Qazaxıstana. Deməli, Rafşan Xocayevin baş məşqçisi olduğu komanda təlim məşq toplanışını Çimkənddə davam etdirəcək. 13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-sində başa çatacaq. Toplanışda əsasən texniki, taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır. Deməli, məşqlər isə yeri gəlmişkən vurğulayaq ki, Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır. Uğurlar. Uğurlar diləyirik və sujetimizə keçməzdən öncə bir xəbər də çatdırmalıyıq, deyil mi, əziz rejissorumuz? Bir xəbər də çatdıraq. Deməli, tədqiqat aparılıb, araşdırmalar aparılıb.
tədqiqat zamanı reyhanın bilirik ki, fərqli növləri var və hər bir növünün xərçəng hüceyrələrdən çoxalması və yayılmasını zəiflədə bildiyi müəyyən olunub, əziz izləyicilər. Araşdırmada bildirilib ki, reyhan hüceyrələrin böyüməsini ləngidərək xərçəngli hüceyrələrin məhv edilməsinə dəstək verə bilər. Xüsusilə də yaz və yay aylarında bilir ki, göyərtilər daha çox yeyilir. Elə necə ki, mövsümüdür, daha çox qidalanın bax bu göyərtilərdən, xüsusilə də reyhanın bacarsa bütün növlərindən. 2016-cı ildə aparılıb araşdırma və başqa bir araşdırmada isə şirin reyhandan əldə edilən efir yağının yoğun bağırsaq xərçəngi hüceyrələrinin inkişafını zəiflədə bildiyi qeyd olunub. Başqa bir jurnalda isə aparılan araşdırmaya görə yenə eynisini təsdiq edib, yəni xərçəng hüceyrələrinin bölünməsini və çoxalmasını zəiflədə biləcəyi çatdırılıb. Hətta mütəxəssislər vurğulayırlar ki, reyhanın faydaları bundan məhdudlaşmır. Bitki yüksək antioksidant tərkibi sayəsində hüceyrələri zərərli təsirlərdən qorumağa kömək edir. Araşdırmaya görə stres və iltihab nəticəsində yaranan sərbəst radikallar hüceyrələrə ziyan vurur və siqaret tüstüsü və ultrabənövşəyi şüalar kimi amillər də bu prosesi sürətləndirir. Antioksidantlarla zəngin qidalar isə həmin zərərin azalmasına dəstək ola bilir. Yəni, nə qədər çox yesəz reyhandan və onun digər növlərindən daha az xəstələnərsiniz və bax bu cür, yəni, belə deyim, xərçəng xəstəliyi bilirik ki, günümüzün ən ağır xəstəliklərindən biridir. Məhz bundan da qorunmuş olarsınız, bu xəstəlikdən də qorunmuş olarsınız. Aysunun ümumiyyətlə sağlamlıq xəbərlərinə necə deyərlər, heyranam da. Əslində Aysun, sən sadaladın. Amma gərək riayət edək də. Bəli, bu addımlara riayət eləsək, həm sağlamlığımızı yenidən qazanmış olarıq, əgər xəstəliklərimiz varsa, Allah heç kimə bu arada xəstəlik qismət eləməsin, hamımızın canı sağ olsun. Bəli, elə bu, deməli, həkim tövsiyələrinə yeri gəlmişkən bu məlumatlara biz əslində əməl etməliyik. Hamısı da təbii vasitələr, təbii qidalardır. Təbii qidalardır. Reyhan komportu içmisənmi? Bəli, bəli. Reyhan ən sevdiyim göyərtilərdən Reyhan dedin, ilk olaraq ağlıma onun komportu gəldi. Çox möhtəşəm dadı var. İndi bilmirəm, bunu yeyirdik, sevə-sevə yeyirdik, dadına söz ola bilməz. Əlbəttə ki, hər bir bitkinin, hər bir yaşıllığın, yəni göyərtinin özünün faydaları var. Amma hansı faydalar olduğunu daha detallı bilmirik. Təbii ki, bu xəbərlər, bu araşdırmalar vasitəsilə biz bilirik ki, hansı orqana, hansı xəstəliklərə birbaşa müsbət təsir göstərir. Bir növ öz həkimimiz ola bilirik. Daha da artırmalıyıq məhz bunlarla qidalanmamıza daha çox diqqət yetirməliyik. Hətta bir mütəxəssis, qida mütəxəssisi söylüyor ki, yemək tabağınız, yəni yemək qabınızı meyvə, tərəvəz və çərəzlərlə, yəni bu kimi, yəni sağlıqlı qidalarla zənginləşdirsəz, o zaman bir ömür boyu sağlam olacaqsınız, xəstəlik tutmayacaqsınız. Nəinki ət və ət məhsulları qidalanmaqla. Amma ümumiyyətlə biz ölkəmizə nəzər salsaq, biz sanki bizim kökümüzdə var yeməyə, necə deyərlər, maraq, ümumiyyətlə, bəli, ət yeməklərinə, yağlı yeməklər. Elə nə yalan deyim, mənim özüm də yeməyə çox sevirəm. Yəni, amma o qocalmanı sürətləndirir. Bir də elə həmin qida mütəxəssisi vurğulamışdı ki, ət yemək sanki canlı bir ölünü yemək kimidir. Bax, belə bir təsvir etmişdi ət yeməyi. Rasiondan tamamilə çıxartmağı tövsiyə etmişdi və bunun əvəzində isə paxlalı bitkiləri, meyvə, tərəvəz və göyərtiləri yeməyə üstünlük verildiyini açıqlamışdı. Üstünlük verməyin nə qədər vacib olduğunu açıqlamışdı. Belə, biz də zaman-zaman təbii ki, bu araşdırmaların nəticələrini proqramımızda sizlərlə paylaşacağıq, amma indi sujeti təqdim etməliyik. Sujetimizin mövzusu sosial davranış qaydalarıdır. Bu çox önəmli bir mövzudur. İstər ictimai yerlərdə, ictimai nəqliyyatdan tutmuş iş yerlərində. Hətta mənə gəlir ki, ailədə də müəyyən qaydalar var ki, onlara riayət etmək lazımdır. Bu qarşılıqlı hörmət deməkdir əslində sosial davranış qaydaları. Yəni sən qarşındakı insana hörmət edirsənsə, tanıdın, tanımadın, bu qaydalara əməl edəcəksin. Amma çoxumuz bundan məlumatlıyıqmı, bilirikmi, riayət edirikmi? Bu da məsələnin digər bir qaranlıq tərəfidir. Gəlin sujetimizi izləyək, ardınca burada görüşəcəyik. İnsan münasibətlərinin təməlində hörmət və nəzakət dayanır. Bəs gündəlik həyatda sosial davranış qaydalarına nə dərəcədə əməl edirik? Bu haqda şəhər sakinlərinin fikirlərini öyrəndik. Xalq olaraq özümüzün öz milli mənəvi dəyərlərimiz vardır və bu milli mənəvi dəyərlərə riayət etməliyik. Əxlaq olsun, geyim olsun və yaxud danışıq olsun, davranış olsun. Bunlar bir milləti digər millətlərdən, xalqlardan ayırd edən xüsusiyyətlərdir. Azərbaycan xalqı olaraq və məncə biz buna riayət etməliyik. Çiçək kimi hörmət etməlidir, böyüyə də böyük kimi hər öz yerini bilməlidir. Adamlarla davranışdır, mədəni davranış, heç vaxt kobud rəftar etməmək, cəmiyyət içərisində, məclisdə, bəzi yerlərdə mütləq mədəniyyətlə davranmaq lazımdır. Mədəni olmaq lazımdır, yol vermək lazımdır. Böyüyə, kiçiyin qədrini bilib yolunu həmişə
böyük kimi böyüklüyün eləyib, kiçik kimi kiçikliyini eləmək lazım. Sosial davranış qaydaları yaxşı olmalıdır. Çünki balaca şəhərdə hamı ilə üz-üzə gəlir, mehribançılıq olmalıdır. Unutmayaq ki, insanı cəmiyyətdə fərqləndirən yalnız görünüşü deyil, həm də davranışıdır. Hörmət, nəzakət və anlayış üzərində qurulan münasibətlər isə daha sağlam və güclü cəmiyyətin formalaşmasına xidmət edir. Bəli, elə bu mövzuda şəhər sakinlərinin fikirlərini eşitdik. Demək olar ki, hər biri eyni fikirləri, eyni fikirlə yanaşırlar mövzu. Ümumiyyətlə, cəmiyyətdə qarşılıqlı hörmət, anlaşma və harmoniyanı təmin edən bir mənəvi topludur əslində demək, sosial davranış qaydaları. Yəni, o, necə deyim, yanındakı dostunun, yoldaşının sözünü kəsmədən onun fikrini sona qədər dinləmək. Daha sonra nəzakət ifadələri var ki, məsələn, üzr istəyirəm və yaxud da xahiş edirəm, təşəkkür edirəm, dəyməz kimi ifadələrdən istifadə etmək. Elə insanlar var ki, demək olar ki, ümumiyyətlə cümləsi sözlərində, söz lüğətində məhz bu cür ifadələr yer almır. Bir də sanki qəbul eləyib istifadə eləmək istəmir o sözlər. Bəli, yəni ehtiyac yoxdur. Nəyə lazımdır? Hətta son vaxtlar mən müşahidə edirəm, sosial şəbəkələrdə də sanki bunlara qarşı çıxacaq fikirlər irəli sürülür. Ki, sən bu ifadəni işlədirsənsə, bu sözü deyirsənsə, nəyə görə üzr istəməlisən? Amma halbuki bu böyükləri hörmətdən irəli gəlir. Bax, bunlar çox önəmli məqamlardır ki, mənə gəlir ki, diqqət eləməli. Bu, ilk növbədə insanın özünə olan hörmətdən irəli gəlir. İnsanın özünü, adını demək, müəyyən o yüksək pilliyə qaldırır, belə deyim. Yəni, hörmət sahibi olursan bir sözlə. Buna görə də, bax, bu sadə qaydalar var ki, bunlara diqqət etmək lazımdır. Xüsusən də müasir dövrdür, sosial şəbəkələrdə hər şey açıq-aşkar paylaşılır. Bax, bu gizlilik məqamlarına diqqət etmək lazımdır. Hər şeyi paylaşmaq olmaz. Bu da sosial davranış qaydalarının ən birinci nümunələrindən biridir. Və yaxud da paylaşılan xəbərlərə yazılan rəyləri mən bəzən oxuyuram. Həqiqətən də mən yaraşdırmıram bizim cəmiyyətimizdə yaşayan insanlara. Yəni, bu düşüncənin sahibi olmamalıyıq biz. Rəy bildirərkən belə onu elə üslublu şəkildə bildirməliyik ki, təbii ki, kimsə kimsəni bəyənməyə bilər, sevməyə bilər. Amma o iradı belə, tənqidi belə üslubunda, qaydasında etmək lazımdır. Çünki biz belə insanlar deyilik axı. Doğrudur. Əlbəttə, Aysun elə sözünə qüvvət, ümumiyyətlə insan özünə ilk olaraq hörmət etməlidir ki, elə bu hörmətin də nə olduğunu özü bilirsə, təbii ki, qarşı tərəfə də eynisini sərgiləyəcək. Və biz sosial davranış deyiriksə, sadəcə burada fiziki davranışdan söhbət getmir. Bizim dinləmə mədəniyyətimiz olmalıdır, danışıq qabiliyyətimiz olmalıdır. Yəni, hər bir detala xüsusi olaraq diqqət yetirməliyik. Çünki bəzən bizim sıradan bir davranış kimi bildiyimiz hər hansısa bir söz və yaxud da ki, davranış qarşı tərəfi nə qədər incidə bilər. Ona görə də biz hər tərəfli düşünməliyik bu mövzuda. Bu isə körpəlikdən irəli gələn bir istedaddır, qabiliyyətdir. Həqiqətən də bu istedad, hər kəs buna sahib deyil. Bu isə valideynlərin üzərinə düşən bir məsuliyyətdir. Deyərək proqramımıza davam edirik və xəbərlərimiz, yəni informasiyalarımız var. Bəli. Deməli, Aysun, biz ötən proqramlarımızda vurğuluyurduq MyGov platformasına inteqrasiya edilən yeni tətbiqlər, hansı ki, artıq, necə deyərlər, əlçatanlığı təmin eləyir bu MyGov platforması və artıq MyGov platformasına yeni inteqrasiya olunan sırada deməli hansı tədbir var ki, onu mən deməli diqqətinizə çatdırım. Xidmətlər var, daha doğrusu. Bildiyimiz kimi, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, rəqəmsal dövlət xidmətlərinin bir pəncərə prinsipi əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin elə bir sıra xidmətləri məhz MyGov platformasına inteqrasiya edilib. Deməli, yeni inteqrasiya nəticəsində Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra xidmətlərdən artıq ayrı-ayrı platformalara keçid etməyə ehtiyac yoxdur. Elə birbaşa MyGov platforması üzərindən istənilən xidməti çox rahat, sürətli və necə deyirlər, komfortlu şəkildə reallaşdıra bilərsiniz. Bu yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası, istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın asanlaşdırılması məqsədi daşıyır. Deməli, hansı xidmətlərdir? İstəyərdim
istədim bir qədər buna da toxunaq. Tərcümə xidmətidir. Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin verilməsidir. Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunmasıdır. Bax belə, bu xidmətlərin də ayrı-ayrılıqda özünə məxsus qaydaları var ki, yəni maraqlanan əlbəttə ki, artıq məlumatlıdır. Belə dostlar, əlçatanlığımız hər bir mövzuda demək olar ki, çox rahat şəkildə artıq tətbiq olunur. MyGov platformasının yeni layihələrindən biri idi bu da. Bəli. Biz isə növbəti informasiyaları indi təqdim edəcəyimiz sujetdən sonra çatdıracaq. Sujetimizin mövzusu da olduqca maraqlıdır. Demək, qadınların çiyələk yığımından danışacaq. Bilirik ki, artıq mövsümüdür, çiyələk dadlıdır, yeməlidir. Həm yəni bu məhsuldar mövsümün mühüm mərhələsində həm də bir çox qadınlar üçün əlavə gəlir mənbəyi hesab olunur çiyələk yığımı və kənd təsərrüfatının əsas sahələrindən biridir. Əslində çiyələk tez xarab olduğuna görə məhsulun yığılması və saxlanılması bunlar çox olduqca diqqət tələb edən məqamlardır. Yeri gəlmişkən xanımlarımıza da işlərində uğurlar arzulayırıq, yorulmayasınız deyirik və gəlin sujetimizi izləyək, ardınca studiyamızdan davam edəcəyik. Babək rayonu Zeynəddin kəndində çiyələk tarlasında məhsul yığımına başlanılıb. Səhərin erkən saatlarından zəhmətkeş qadınlar səbir və əzmlə əkdikləri məhsulun yığımını həyata keçirirlər. Yazın sonu, yayın əvvəli məhsul yığımı mövsümlərindən hesab olunur. Bu günlərdə çiyələk sahələrində çalışan zəhmətkeş qadınlar məhsul yığırlar. Səhərin erkən saatlarından tarlalara üst tutan qadınlar yetişən məhsulu toplayaraq bazarlara göndərirlər. Çiyələk sahəsini becərmək çox böyük bir iş tələb eləyir, zəhmət tələb eləyir. Bunların suvarılması, yığılması, bazara aparılması, satışa buraxılması üçün çoxlu zəhmətlər tələb olunur. Biz çalışırıq ki, Zeynəddin kəndində bolluq yaransın, çiyələk məhsulu bol olsun, geniş olsun, Naxçıvan cəmiyyəti də bu məhsuldan yararlansınlar. 2 hektar ərazidə çiyələk əkilib, gördüyünüz bax bu çiyələklər bir yerli sortumuzdur, yerli dadababa sortumuz, bir də callaba sortudur. Burada 2 sort çiyələk yetişdirilir. Zəhmətkeş qadınlar çiyələk yığımı ilə həm ailə dolanışığına, həm də kənd təsərrüfatının inkişafına kömək edirlər. Qadınlar üçün çiyələk yığımı zəhmətli iş olsa da, məhsulun yetişməsini görmək onların əməyinə dəyər qatır. Saat 8-də giririk işə, axşam çağda 5-də çıxırıq. Dolanışıq yerimizdə, çiyələk yığırıq. Bu il hava şəraiti məhsuldarlığa müsbət təsir göstərib. Çiyələyin bol və keyfiyyətli olması həm alıcıları, həm də istehsalçıları sevindirir. Suvarılması damla üsulu ilə aparılır, damla üsulu ilə. Əgər Sirab gölündə su varsa, burada Sirab su anbarında əgər suyumuz boldursa, damla üsulunu dayandırıb, su ilə arx gətirib o arxadan suvarıq. Əgər orada su olmayan vaxtlarda da özümüzün artezyan quyumuz var. O artezyan quyusundan istifadə edirik, suvarılmasını təmin eləyə bilirik. İldə çox yığılır. Payıza qədər, sentyabr, oktyabr, noyabr ayına qədər yığım olur. Çünki bu sortlarda. Əkilməsi də mart ayından başlayır, ta aprel-may ayına kimi əkilmə olur. Bir də noyabr ayında əkmək mümkün olur. Nəticədə bölgələrdə çiyələyin inkişafı kənd təsərrüfatının genişləndirilməsinə, həm də əhalinin məşğulluğunun artırılmasına töhfə verir. Bax beləcə dostlar, biz davam edirik xəbərlərimizlə. Aysun da demişdik ki, elə sujetimizi izləyək, əlbəttə maraqlı məlumatlarımızı bölüşəcəyik. İndi isə sırada həqiqətən də maraqlı, eyni zamanda bir rəsmi xəbərim var. Qeyd edeyim ki, Qubanın bir sıra ərazi vahidlərinin adları dəyişdirilib. Belə ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Qanuna əsasən Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki elə eyni adlı kənd Elbir kəndi adlandırılıb və deməli Vladimirovka kənd inzibati
İnzibati Ərazi Dairəsi Elbir Kənd İnzibati Ərazi Dairəsi hesab edilir və bununla yanaşı deməli Alekseyevka Kənd İnzibati Ərazi Dairəsi tərkibindəki həmin kənd Çınarlı kəndi, Timiryazev kəndi isə Bəhrəli kəndi adlandırılıb və deməli Alekseyevka Kənd İnzibati Ərazi Dairəsi Çınarlı Kənd İnzibati Ərazi Dairəsi hesab edilir. Bəli, sözü gedən deməli bir sıra ərazi vahidlərinin bax beləcə adları dəyişdirilib. Prezident İlham Əliyev də bu qanunu təsdiqləyib. Bəli, davam edirik növbəti xəbərimizlə. Deməli, Çinli alimlərdən yenə xəbərimiz var. Zədələnmiş və çürümüş dişləri normal vəziyyətə qaytara bilmək üçün xüsusi bir maddə hazırlayıblar. Düzdür, testlər hələ laboratoriya şəraitində aparılıb. Amma əgər mövzu Çindirsə, Çinli alimlərdirsə, deməli bu testlər laboratoriya şəraitindən sonra mütləq ki, reallaşacaq, gerçəkləşdirəcəklər bunu. Bu isə gələcəkdə dişlərin deşilməsinə, dolğu edilməsinə və hətta bəzi hallarda çəkilməsinə ehtiyacın azalması deməkdir. Çinli alimlər kalsium fosfat ion qruplarından ibarət biomimetik xüsusi bir maye hazırlayıblar. Bu maye diş minasının təbii bərpa prosesini təqlid edərək yeni mina təbəqəsi yaradır. Laboratoriya testlərində çıxarılmış insan dişləri üzərində cəmi 48 saat ərzində 2-3 mikron qalınlığında yeni mina təbəqəsi əmələ gəlib. Yeni yaranan təbəqənin quruluşu və sərtliyi təbii diş minasına çox bənzəyir. Nə edə bilir? Diş səthindəki xırda çatları bərpa edə bilir. Aşınmış mina qatını yeniləyə bilir. Erkən mərhələdəki çürüklərin qarşısını alma potensialına malikdir. Gələcəkdə dolğunun alternativi ola bilər. Amma məhdudiyyətlər də var. Əziz izləyicilər, hansı dişlər bərpa edə bilməyəcək? Yalnız diş minasını, bəli, ən xarici qatı bərpa edir qeyd etdiyimiz maye. Dərin çürüklərdə, kök zədələrində və ya tam itirilmiş dişlərə əlbəttə ki, təsirli deyil. Ağız daxilindəki real şərait üçün də daha mürəkkəb hesab olunur və bir daha xatırladaq ki, testlər hələ laboratoriya şəraitində aparılıb və güman olunur ki, artıq tezliklə də bunu bərpa edəcəklər, reallaşdıracaqlar. Reallaşdıracaqlar və mən artıq məni fikir götürdü ki, görəsən o texnika, o texnologiya, ümumiyyətlə sözü gedən bu yenilik ölkəmizə nə zaman gələcək? Yəni ki, uzun illər sonra. Olsun, əslində maraqlı xəbər idi. Belə dostlar, sujetimiz var sırada, deyilmi? Nədir mövzu? Elə özünü elan et. Nədən danışacaq? İncəsənətdən danışacaq və incəsənətin, rəssamlığın daha doğrusu ən gözəl növü də Ebru sənəti. Mən də çox sevirəm. Yəni, təbii ki, insan özü buna məşğul ola bilməsə də, amma rəssamlar ki, o suyun üzərindəki əsərlər yaradırlar və qeyd edək ki, Ebru sənəti də, qum sənəti də əslində çox çətin bir sənət növüdür. Yəni, rəssamlığın çətin növüdür. Əlbəttə, bu qələm deyil ki, hər hansı bir dəfə yaranır. Ona görə də qüsursuz olmalıdır. Amma izlərkən belə insan istirahət eləyir. Buna görə deyil, əslində psixoloqlar da, terapistlər də tövsiyə edirlər ki, stressdən əziyyət çəkən insanlar bacarmasalar da belə yenə də qumla məşğul olsunlar. Gedib, məsəl üçün, öyrənməyə çalışsınlar, hansı yaşda olmasından asılı olmayaraq. Çünki öyrənmənin heç bir xüsusilə art terapiyalar var bununla bağlı. Bəli, art terapiyalar var, eynən. Bir sözlə biz də Ebru sənətindən danışacağıq ki, səhər-səhərsiz də baxıb, necə deyərlər, əgər streslisinizsə, depresiyadasınızsa, depresiyanız biraz, stresiniz bir qədər azalmış olacaq. Gəlin, Ebru sənətindən bəhs edən sujeti izləyək, ardınca buradayıq. Bəzən sənət sadəcə bir fırça toxunuşunda deyil, suyun üzərində yaranan rəng harmoniyasında gizlənir. Əsrlər boyu yaşadılan Ebru sənəti də bu gün insanları valeh edir. Ebru sənətinin tarixi çox qədimlərə dayanır. Orta Asiyaya qədər kökləri gedib çıxır. Osmanlı dövründə isə daha inkişaf etmişdir. Hal-hazırdakı dövrümüzdə Türkiyədə Ebru sənəti daha geniş istifadə olunur, dəyərləndirilir. Ebru sənəti qədim dekorativ tətbiqi sənət növüdür. Yalnız dekorativ tətbiqi sənət növü kimi deyil, həm də mənəvi yaradıcılıq fəaliyyəti kimi də istifadə olunur, dəyərləndirilir. Ebru sənəti su üzərində xüsusi boyalar vasitəsilə naxışların yaradılması və kağıza köçürülməsi texnikasıdır. Ebru sənəti xüsusi edən cəhəti isə onun təkrar olunmaz olmasıdır. Yəni, Ebru sənətində bir dəfə yaradılan kompozisiya ikinci dəfə yaradılmır. Bu da hər bir Ebrunun damlasında yeni bir təsadüf, yeni bir gözəllik, yeni bir naxış işlər ortaya çıxır. Xüsusi hazırlanmış suyun üzərində yaradılan naxışlar Ebru sənətinin əsasını təşkil edir. Boyaların bir-birinə qarışaraq ortaya çıxardığı görüntülər isə hər dəfə fərqli kompozisiya yaradır.
Ebru sənəti tələbələrimizdə yalnız texniki bacarıq kimi deyil, həmçinin onlarda estetik görüşü, mənəvi hisslərini, sakitliyi, harmoniyanı birləşdirir. Hal-hazırda gənclərimizdə çox sevinərəm ki, bu kimi sənətlərin öyrədilməsi çox gözəldir ki, tələbələrimizdə sakitliyi, estetik görüş, dünya görüşləri formalaşdırır. Ebru sənətinə maraq çoxdur, çünki Ebru sənətini dediyim kimi onu xüsusi eləyən onun fərqli naxışların çıxmasıdır. Bu da onu maraqlı eləyir, çünki ikinci bir təkrar yoxdur. Hər bir damcıda, boyanın damcısında fərqli bir naxışlar ortaya çıxır, fərqli bir yaradıcılıqlar ortaya çıxır. Təbii ki, tələbələrimizdə də həmçinin boyalarda onların daxili hisslərini əks etdirirlər. Buna görə də Ebru sənətinə bugünkü dövrdə tələb çox artıbdır. Bu sənət növü həm yaradıcılıq, həm də diqqət tələb edir. Kiçik bir toxunuş belə su üzərində yaranan naxışın tamamilə dəyişməsinə səbəb ola bilər. Ebru sənəti elə bir incə sənət növüdür ki, bu yalnız bir insan ruhuna təsir eləyən, insanın tələqqüsünü inkişaf etdirməsi üçün ən vacibli və ən terapi cəhətli bir sənət növüdür. Mən öz ixtisasım Ebru deyil, dizayn ixtisasındayım. Amma bizim İncəsənət Fakültəsində sağ olsun ki, dekanımız bu şəraiti bizə yaratdı və biz öz maraq dairəmizdə incəsənətin digər qollarına, hətta digər növlərini də öyrənə bilirik. Hansı ki, bunlardan da birisi elə Ebru sənətinin özüdür. Mənim özümün Ebru sənətinə marağım var, uzun müddətcə öyrənmək istəyirdim. Bunu həm terapi kimi, həm də bir ixtisaslaşmış kadr kimi öyrənmək istəyirdim. Ümid edirəm ki, bu tarixi irsimizdə gələcək nəsilləri daşıya bilərəm. Keçmişdən bugünə qədər qorunub saxlanılan Ebru sənəti müasir dövrdə də maraq görərək yeni nəsillərə ötürülməyə davam edir. Bəli, Aysun, görsəm, incəsənətin hər bir sahəsi əslində maraqlıdır. Xanım öz çıxışında deyir, mən əslində bu deməli sənəti, dizaynerlik ixtisası üzrə təhsil alıram. Bu mənim ixtisasım deyil, amma yenə də maraqlıdır. Görürsünüzmü, incəsənət sahəsi ilə yenə də məşğul olur. Belə, Ebru sənətindən danışdıq. Bəli, bugünlük proqramımızın sonuna gəlib çatdıq. Dəyərli izləyicilərimiz, sabah da eyni vaxtda həmkarlarım Fəridə və Yaqubun təqdimatında siz NTV səhəri izləyəcəksiniz. O vaxta qədər özünüzə və sevdiklərinizə yaxşı baxın. Sabah görüşənədək.